Kanalıma xoş gəlmisiniz, dəyərli dinləyicilər. Aşağı siniflərin bədii təsvir vasitələri mənimsəməkdə çətinlik çəkdiklərini nəzərə alıb, bu dərsi yazmağı özümə borc bildim. Kanalıma abunə deyilsinizsə, kanala abunə olmağı unutmayın. Ekrana bir qədər yaxın oturun, diqqətlə məni dinləyin. Bədii təsvir vasitələri, məcazlar. Bədii təsvir vasitələri məcazi mənada işləmiş söz və ifadələrdir və onlara məcazlar sistemi də deyirlər. Bugün onlardan biri olan epitet haqqında məlumat alacaq. Bədii təsvir vasitələri bədii əsərlərin təsir gücünü artırmaq üçün istifadə olunur. Epitet nədir uşaqlar? Epitet bədii təyin deməkdir. Yəni epitet sözü Yunan sözüdür, əlavə deməkdir. Bədii təyin nədir? Bədii təyin məcazi mənada işlənən təyin edici sözdür. Sözlər həqiqi mənada işlənən, yəni qrammatik təyinlər. Bir də var ki, məcazi mənada işlənmiş bədii təyin. Həqiqi mənada, yəni qrammatik təyinlər, məsəl üçün, xoş üzlü ola bilər. Bu, məcazi deyil, həqiqi mənadadır. Necə üzlü, xoş üzlü? Dəmir qapı, necə qapı? Dəmir qapı. Necə yol? Tikanlı yol. Necə adam? Qoca adam. Həqiqi mənada işlənmişdir. İndi bu bir sıraya baxaq. Deməli, ay üzlü. Ay, qədim dövrlərdən şairlər, ədiblər tərəfindən gözəllik simvolu kimi canlanıbdır. Ay üzlü, yəni ay gözəl olduğu üçün insan üzü də aya bənzədilibdir. Önünə xoş sözünün yerinə ay üzlü deyiblər. Deməli, bu bədii təyindir. Necə üzlü? Məcazi mənadadır. Yumruq dəmirdən olmaz. Yumruq bilirik ki, ətdən və sümükdən ibarətdir. Lakin burada dəmir yumruq deməkdən, yəni gücü, qüvvəti göstərir. Yəni güclüdür. Bu adam kimdirsə, onun yumruğu çox güclü, qüvvətlidir. Ona görə dəmir sözünə istifadə olunubdur. Necə yumruq? Hansı yumruq? Dəmir yumruq. Bax, fikir verirsiniz, təyin kimi çıxış edibdir. Tikanlı söz. Bayaq dedi ki, tikanlı yol olar, həqiqidir. Amma söz tikanlı ola bilməz. Bu söz epitetdir. Qoca dünya. Dünya qoca olmaz. Adam qoca ola bilər. Dünya qədim olar. Amma biz qoca sözü işlətməklə onun təsir gücünü artırmış olduq. Necə dünya? Qoca dünya. Bax, bu epitetdir artıq. Və dünya sözünü təyin edibdir. Yəni, təyin edici söz burada birinci tərəflərdir. Ay, dəmir, tikanlı, qoca sözlərdir. Və bu təyin edici sözlər məcazi mənada işlənmişdir. Məcazi mənada işləndikləri üçün bunlara biz bədii təyin və yaxud da epitet deyirik. İndi isə gəlin dediklərimizi testlər üzərində möhkəmlədək. Qeyd edim ki, nümunələrimiz Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün tərtib elədiyi ədəbiyyat test toplusundandır. Nümunədə işlənmiş bədii təsvir vasitələrini müəyyən edin. İpək saçlarını güllər öpərkən hər sirrimi ona açıb tökdüm mən. İpək saçlar, uşaqlar, burada ipək saç. Saç bilirik ki, yumuşaq olanda, parlaq olanda, biz ipək də yumuşaq və parlaq olduğu üçün ipək sözü burada bədii təyin imiş. Deməli, burada bədii təyin var. Güllər öpərkən hər sirrimi ona açıb tökdüm mən. İndi bunu hələ keçməmişəm. Hər ehtimala deyim. Güllər öpməz, insan öpə bilər. Bu da metafor. Deməli, bizim cavabımız olacaq epiteti və metafor. Verilmiş nümunədə işlənmişdir. Bu lal səhralara səs salır hərdən, uzaqdan qışqıran bir qatar səsi. Uşaqlar, fikir verin. Lal səhralar. Lal danışmayan insana deyirlər, yəni nitqi olmayan insana lal deyərlər. Səhra da tam sakitlik varsa səhrada, yəni heç bir səs-səmir yoxsa əgər, o zaman onun yerinə səssiz səhra əvəzinə lal sözünü qoymaqla bədii təsir gücünü deməli şeiriyyətin artırıbdır. Bu lal səhraları deməli bədii təyindir. Yəni epitet var burada. Bu epitetdir. Lal səhralar. Başqa bir nümunəyə baxaq. Xəfif-xəfif əsən külək öpdü sənin gül üzündən. Gül gözəllik simvoludur. Burada artıq epitet yaranmışdır. Bax, bu epitetdir. Bu parçada hansı bədii təsir vasitəsindən bəhs olunur? Bədii təsir vasitələrinin bu sadə növü müəyyən cəhəti nəzərə çatdırmaq üçün onu ifadə edən sözə qüvvətləndirici başqa bir sözün əlavə olunması yolu ilə yaranır. Əlavə olunan söz məcazi mənalı olur və təyin edici səciyyə daşıyır. Biz artıq bir neçə nümunə çəkmişik. Yəqin ki, siz bunu mən oxuyan kimi özünüz
asanlıqla tapa bildiniz. Söhbət nədən gedir uşaqlar? Epitetdən gedir. Çünki görürsünüz nədir? Əlavə olunan söz məcazi mənalı olur və təyin edici səciyyəyə daşıyır. Bəli, bu epitetdir. Küləklər, küləklər, bəstəkar küləklər. Dünyanı dolaşan bəxtiyar küləklər. Uşaqlar, küləklər, bəstəkar. Musiqi bəstələyən insanlara bəstəkar deyirlər. Fikir verirsiniz, küləklərə bəstəkar deyib, təyin edibdir. Necə küləklər, bəstəkar küləklər? Məcazi mənadadır və təyin edici sözdür, epitet deyirik. Deməli, burada epitet bəxtiyar və bəstəkar. Küləklər nə bəstəkar olar, nə də ki, bəxtiyar olar. Hər iki söz məcazi mənada işlənmişdir. Yəni, təyin edici sözdür, epitetdir. Digər bir nümunə. Salon susub durardı, alovlu misraları o məclisə tökəndə. Bu cümlədə uşaqlar, alovlu misralar. Misralar həqiqi mənadadır, amma alovlu sözü məcazi mənadadır. Necə misralar, alovlu misralar? Misralar bəyəm o tutub yanır ki, uşaqlar alovludur, xeyr. Alovlu misralar bədii təyindir. Misralar sözünün təsirini, gücünü artırmaq üçün alovlu sözündən şair istifadə eləmişdir. Burada artıq epitet vardır. Amandır, ötməsin ey nazlı nigar, o ay camalını qara bulutlar. Hansı camal üz deməkdir uşaqlar? Ay camal. Yəni ki, ay üz. Yəni ki, ay kimi gözəl camalını, gözəl üzünü. Bax, təyin budur. E variantı. Ala gözlü, sərt boylu dilbərim. Ala göz, yəni bu təbiidir, yəni burada epitet yoxdur. Həqiqi mənada insanın gözü ala ola bilər. İki rəngin qovuşuğundan yaranan gözə ala göz deyirlər. Sərt boylu dilbərim. Sərv çınar ağacına deyərlər uşaqlar. Yəni, insanın boyu heç vaxt çınar boyda ola bilməz də, siz bilirsiniz. Yəni, uca boy, sərt boylu, necə boylu, sərt boylu. Bax, bu bütövlükdə epitetdir. Deməli, qasırğa içindəsən, əlaşsız qalan gülüm. Hanı gözlərindəki o şən, dəcəl təbəssüm? Şən təbəssüm olar, bu həqiqi mənadadır. Amma dəcəl təbəssüm, bu məcazi mənadadır. Dəcəl təbəssüm, təbii ki, şıltaq, deməli, uşaqlara dəcəl deyirlər. Amma təbəssümün şıltaq olması, dəcəl olması məcazi mənadadır, həqiqi mənada deyil. Bax, bu dəcəl təbəssüm ifadəsi artıq epitetdir. Digər nümunəyə baxın. Gərək dil susanda əllər danışa, əllər bağlananda dillər danışa. Elə danışalar, ellər danışa, dəli gülüşlərim ağlar başımda. Necə gülüşlərim? Dəli gülüşlərim. Gülüş də bəyəm dəlisi, ağlısı olur gülüşün uşaqları? Yox. Təbii ki, bu məcazi mənadadır. Bax, burada epitet vardır. Dəli sözü burada epitetdir. Dəli gülüşlərim. Nümunədə hansı bədii təsir vasitəsi işlənmişdir? Biz təbii ki, epitet axtarıq da, digərlərine baxmayacaq. Dağ ömrümü qış həritdi, yaz yıxdı. Dağ ömrümü, dağ nədir uşaqlar? Adətən şairlər dağı əzəmətli, vüqarlı, belə deyək də, düşmən qarşısında əyilməyən bir simvolik bir obrazdır dağ. Ömrünü dağa bənzədir, yəni dağ ömrümü. Bax, təyin edir dağla ömrünü. Necə ömrü? Dağ ömrü. Aha, burada təyin var deməli, bədii təyin var, yəni epitet var. Diqqətinizə görə təşəkkürlər.